Hər kəsə salam, TV Show maqazin kanalımıza xoş gəldiniz. Tanınmış müğənni Şəbnəm Tovuzlunun qızı və oğlu analarını 8 mart münasibəti ilə təbrik ediblər. Bu barədə Şəbnəm Tovuzlu Instagram hesabında paylaşım edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı və kanalımıza dəstək olmaq üçün kanalımıza abunə olmağı və kanalımızı paylaşmağı unutmayın. Annesinin gülü. Çok sağ ol. Ne güzel gül almışsın ben anam. Ben sana neyle tebrik edeyim? Ben sana verim. Hiç. Mesela her gün tebrik edeyim. Gül öpün. Çok sağ ol. Bu da benim oğlumun hediyesi günü. Məktəbdə yazdırıblar. Aç onu. Ay müəlliməsi. Oxu görüm nə yazıb o öz xətti ilə. Salam gözəl anam, əziz və mehriban anam, sənə xoşbəxt həyat arzu edirəm. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Səni dünyalar qədər sevən oğlum Əli Əliyev. Sənə qurban olum. Yatıb deyə biz də Əlinin hədiyəsini gördük. Bacısı da oxudu, gizliyin götürdük, sabaha qoymadıq ki. Amma ora qoyacağım, sabah özü verəcək mənə. Allah bütün balaları qorusun. İyi ki varsınız, sağ olun.